Salam və vaxtınız xeyir olsun. Hazırda bir sıra qlobal modellər üst-üstə eyni siqnalları verilir ki, Qafqazın Cənubu Azərbaycan ərazisində iyul ayının qalan günlərində, yəni iyul ayının ikinci 10 günün sonları, üçüncü 10 günlük ərzində və iyul ayının sonlarına qədər hava şəraitinin ardıcıl dəyişilməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənir. Bu prosesə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, birinci qlobal model Alman modelidir. Bu model Avropanın orta mənzilli hava tərəqqatının mərkəzindən sonra ən dəqiq modellərdən biri hesab edilir dünya təcrübəsində, dünya arenasında. Bu model də yulanın 15-i Bakıda şimal şölədən güdənmə siqnalları verir. Ən çox da iyul ayının 16-sı axşama doğru, 17-si və 18-sində Bakıda yenidən güclü şimal şölənin əsməsi siqnallarını göstərir. İyul ayının 18-sində isə şimal şölələrinin Bakıda ani maksimal sürətinin saniyədə 27-30 metrə qədər güclənməsi gözlənir. Bu da narıncı xəbərdarlığa uyğun bir güclü şimal şölənin əsməsinə, hətta açıq dənizdə narıncı gücdən daha artıq bir şimal şölə, yəni saniyədə 30 metrdən də artıq qırmızı xəbərdarlığa uyğun olan bir fırtınanın açıq dənizə baş verməsi gözlənir. Bakının qəsəbələrində, şəhərin özündə, Sumqayıt ərazisində isə iyul ayının 18-sində şimal şölənin ani maksimal sürəti narıncı xəbərdarlığa uyğun olacaq. Bu prosesə ümumi olaraq baxanda biz görürük ki, iyul ayının baxın 17-si Xəzər dənizinin şimal hissəsindən, baxın burada atmosfer cərbəsi daxil olur. Yəni ekstratropik siklon sistemi mövsüm üçün xarakteri olmayan bir dərəcədə orta troposferdən soyuq havanı Xəzər dənizinin şimalına doğru daşıyır. Burada Mərkəzi Asiyada antitsiklon sistemi var. Bu sistem də bu şəkildə döndüyü üçün sistemin sol qolu ilə orta troposferdən isti hava daşınır, amma Xəzərin şimalından isə orta troposferdən soyuq hava daşınır. Bu sistemlər Azərbaycan arasında toqquşacaq, deməli Azərbaycan arasında cəbhə zonasında yerləşəcək. Bu prosesin deməli digər parametrlərini baxanda görürük ki, burada deməli troposferin aşağı qatlarında, yəni 1100 metrdən 1450 metrə qədər olan yüksəkliklərdə temperatur göstərilir. Bu prosesi, deməli, ümumi tendensiyasına baxanda biz görürük ki, bu sistemin təsirləri ilə iyul ayının artıq 17-sindən, 16-sı axşamdan başlayan proses iyul ayının 17-si, 18-sində güclənəcək və temperaturun artıq çox illik göstəricilərlə müqayisədə bir xeyli aşağı inməsinin səbəb olacaq. Yəni, bu nə deməkdir? Mövsümdən kənar bir soyuma gözlənilir, yəni sərinləşmə gözlənilir. Bu dağlıq ərazidə havanın soyuması ilə müşahidə ediləcək. Bakıda isə şimal şölənin güclənməsi nəticəsində mövsümdən kənar bir sərinləşmə gözlənilir. Yəni, mən deyərdim ki, iyul ayının 15-nə qədər dəniz mövsümünə uyğun bir hava şəraiti olacaq. İyul ayının 15-i şimal şölələri sarı xəbərdarlığa uyğun güclənəcək. İyul ayının 16-sı axşam 17-si yenidən sarı xəbərdarlığa uyğun Bakıda şimal şölələri güclənəcək. İyul ayının 18-sində isə narıncı xəbərdarlığa uyğun bir güclənmə gözlənilir. Artıq dəniz mövsümünün düzdür, temperaturlar, su temperaturları yüksəkdir, amma küləklərin güclənməsinin nəticəsində ən çox da iyul ayının 18-sində güclü küləklər artıq Xəzər dənizindəki suyun, deməli, dənizdə dalğalanma toprağında dənizin suyunun aşağı hissəsində soyuq su yuxarıya doğru dalğalar, bu soyuq suyu, altları soyuq suyu yuxarı doğru qaldırır və dənizin üstündəki isti suyu da Abşerondan cənuba doğru süpürəcək. Yəni, belə bir proses baş verəcək ki, nəticədə Xəzər dənizi biraz vaxtından tez soyuya bilər, yəni belə bir ehtimal da var. Amma bu proseslər haqqında yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Deməli, burada əməli başı bir soyma anomaliyası gözlənilir iyul ayının. Baxın, 18 axşam 19-da deməli, bu sistemin təbii ki, Azərbaycan təsirləri olacaq, o yüzden böyük bir şəkildə olacaq. Ən çox da Bakıda güclü şimal şölələri əsəcək. Deməli, bu yanda Alman modelinin atmosfer təzyiqi və külək anomaliyasını göstərir. Baxın, burada artıq Bakı ərazisində şimal şölələrinin güclənməsi siqnallarını biz alırıq. Deməli, buradakı bu anomaliya, yəni artıq şimal şölələrinin güclənməsini göstərir. Birinci mərhələdə iyul ayının 15-də artıq şimal şölələri Abşeronda sarı xəbərdarlığa uyğun güclənəcək, amma əsas dəyişiklik isə deməli, iyul ayının 18-sində gözlənilir. İyul ayının 15-i axşama doğru və 16-sında baxın, burada Xəzər dənizində bir açıq dənizdə fırtına gözlənilir. Bakıda isə şimal küləyi sarı xəbərdarlığa uyğun
və qismən narıncı xəbərdarlığa uyğun güclənə bilər. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. İyul ayının 16-sı baxın axşama doğru növbəti proses özünü göstərməyə başlayacaq. Əsas isə iyul ayının 18-də küləyin əməlli başlı sürətinin artması gözlənilir. Baxın, burada artıq iyul ayının 18-cindəki prosesə biz baxanda görürük ki, əvvəlcə Xəzər dənizinin şimalında bir siklonun ilkin girişi gözlənilir. İyul ayının 18-i artıq gündüz saatlarında baxın, bütün dənizə yayılan bir fırtına xətti gözlənilir. Kifayət və güclü bir sistem olacaq. İyul ayının 18-də narıncı xəbərdarlığa uyğun bir güclü şimal şölələri əsəcək. Açıq dənizdə isə qırmızı xəbərdarlığa uyğun bir fırtınanın baş verməsi. Yəni bu iyul ayı üçün mövsümdən kənar bir soyumadır. Hətta iyul ayının 18-dən 19-dan keçəndə baxın, Bakıda tam bir fırtına gözlənilir. Narıncı xəbərdarlığa uyğun güclü şimal şölələri əsəcək. Demək, iyul ayının 18-dən 19-dan keçəndə tam bir soyuma potensialı var. Bunu Alman modeli göstərir. Və burada da küləyin sürəti göstərilib. Kifayət qədər, baxın burada, kifayət qədər güclü bir külək olacaq. Yəni, narıncı xəbərdarlığa uyğun güclü bir şimal küləyinin iyul ayının 18-dən 19-dan keçəndə gözlənilir. Yəni, bu sistem nəticəsində Bakıda artıq havanın kifayət qədər dəyişilməsi potensialı var. Amma bu sistemdən sonra ardıcıl başqa sistemlər gələcək. Artıq biz uzun müddətli modellərə baxmaq üçün, baxın, burada NOAA-nın GPS modelini mən seçəcəyəm. Deməli, bu GPS modeli GPS deyil. Bu GPS modelidir. Bu daha uzun müddətlidir və Avropanın orta mənzilli İlsiyan-Dabilev modelinə bənzər bir modeldir. Avropanın əslində İlsiyan-Dabilev modeli dünyaca ən məşhur bir nömrəli modeldir. 2 nömrəli model GPS modeli sayılır. Uzun müddətli tendensiyalar göstərən bir modeldir. NOAA-nın GPS modeli. Baxın, bu model də yenə də deməli, iyul ayının həm 15-i, 17-si və 18-sində, eyni zamanda iyul ayının 20-sindən sonra bir ardıcıl soyuma siqnallarını verir. Ən çox da iyul ayının deməli, sonlarında bir mövsümdən kənar bir soyuma potensialı var. Mən bu barədə danışmaq istəyirəm. İyul ayının baxın son günlərində, yəni burada belə bir proses baş verəcək. Bu qlobal model, bugünkü model 31 göstərsə də, mənim çox illik təcrübəmə əsasən iyul ayının 27-sindən iyul ayının 31-nə qədər növbəti dəyişiklik dalğası olacaq və yaxın günlərdə bu model yenilənəcək və iyul ayının 27-sindən 31-nə qədər artıq dəyişiklik siqnallarını göstərəcək. Mən bu barədə Trabzonun bütün qatlarını araşdıracağam və ətraflı sizinlə bu məlumatları bölüşəcəyim. İyul ayının deməli, baxın, yenə mən təşəkkür edirəm ki, yadda təzələmək istəyirəm ki, diqqətlə dinləyin. İyul ayının 15-i, 16-sı axşam, 17-si axşam, 18-si və 18-ci gün ərzində, ən çox da 18-sindən 19-da keçəndə Bakıda şimal külələri güclənəcək. İyul ayının 18-si gündüz və 18-sindən 19-da keçəndə Bakıda narıncı xəbərdarlığa uyğun güclü külək əsəcək. Yəni, hava kifayət qədər dəyişəcək. İyul ayının 15-də sarı xəbərdarlığa uyğun və qismən ola bilsin ki, yenilənmiş məlumatlar yayımlanacaq kanalda. Narıncı xəbərdarlığa uyğun bir külək güclənə bilər iyul ayının 15-də, amma nağd olaraq iyul ayının 18-də narıncı xəbərdarlığa uyğun Bakıda güclü şimal küləkləri əsəcək. Amma bu da, yəni bununla da bitmir. İyul ayının artıq sonlarında, yəni 3 hissəyə bölsəm, iyul ayının 15-i, 17-si axşam, 18-si və 19-dan keçən gecə birinci deməli, bölüm, belə deyək, ikinci bölüm iyul ayının 20-sindən sonra gözlənilir, üçüncü bölüm iyul ayının 27-sindən 31-nə qədər, yəni 3 mərhələli bir dəyişiklik dalğası olacaq. Bunların hamısı artıq havanın daha da mövsümdən kənar tez sərinləşməsinə nəticələnəcək. Və burada artıq biz payızın ilk siqnallarını alırıq. Super El Niño qlobal modeli Azərbaycan arasında soyuma ilə nəticələnəcək. Baxmayaraq ki, qlobal temperatur artır, amma bu lokal xarakterli bir soyuma ilə nəticələnəcək. Rusiyanın qərbində mövsümdən kənar bir soyuma gözlənilir və 2026-cı ilin payızında Rusiyanın qərbində, 2027-ci ilin qış mövsümündə Rusiyanın qərbində və 2027-ci ilin aprel, may və iyun aylarında Rusiyanın qərbində ciddi bir soyuma olacaq. Təbii ki, bu soyuqlar da Xəzər dənizindən Azərbaycana doğru yayılacaq. Bu barədə mən dəfələrlə danışmışam. İyul ayının baxın burada 30-da, deməli, Xəzər dənizinin şimalında artıq əməlli başlı bir mövsümdən kənar bir siklon gedişi, ekstratronik siklon gedişi gözlənilir.
Bu sistem deməli hazırda GFS modeli, Amerikanın Noah'nın GFS modeli, uzun müddətli model. Bu sistemi Xəzər dənizinin şimal-şərqində göstərir, amma bu sistem Azərbaycan arasına doğru yayılacaq. Çünki baxın burada Azərbaycanın cənubunda da atmosfer təzyiqi azalır. Deməli burada münbir şərait yaranacaq. Baxın Mərkəzi Asiyada antiklon var. Bu antiklon sistemin çox da Qazaxstana doğru yayılmasının qarşısını alacaq və bu sistem artıq Azərbaycana doğru yaxınlaşacaq. Baxın indi bu sistemin parametrlərinə baxaq. 200 millibar, troposferin ən yuxarı qatları, stratosferə yaxından qat. Baxın burada bir fırtına sistemini biz görürük. Baxın fırtına sistemidir. Yulanın 31'i baxın daha yazılır. Burada bir fırtına sistemi var. Baxın burada. Deməli ikinci hissə 300 millibar. Troposferin artıq 9 kilometr, yəni təyyarların uçduğu bir hündürlükdə. Baxın burada növbəti fırtına sistemi, baxın burada ciddi bir siklon var, amma bu da hələ hamısı deyil. Troposferin orta qatlarında sistem baxın 5 kilometr hündürlük. Baxın burada artıq əməlli başlı bir siklon biz görürük. Hələ bu da hamısı deyil. Soyuq hava ilə biz burada isti havanın toqquşmasını müşahidə edirik artıq. Və aşağıya doğru endikcə, baxın troposferin ən çox orta qatlarında, yəni yuxarı qatından aşağı qatlarına doğru endikcə, burada əməli başlı fırtına xətti görürük. Bu soyuq hava axınları. Baxın burada ciddi bir fırtına sıxlığı var. Və cənubdan da daxil olan baxın bu sistemdə, çünki burada da atmosfer təzyiqi azalır, burada da azalır. Cənubda və şimalda. Bu iki sistem Azərbaycan arasında birləşir. Və bu sistemin təsirləri özünü deməli, baxın burada anomaliyaya baxın. Baxın 1100-1450 metr yüksəklikdə mövsümdən kənar bir iyul ayının son günlərində mövsümdən kənar bir soyuma alacaq. Baxın burada. Və bu sistem Azərbaycan arasında doğru yayılacaq. Baxmayaq ki, bu Qazaxstanda göstərir, amma bu sistemin təsirləri Azərbaycana olacaq. Baxın, sübutdan məsələ göstərəcəm indi. Bu sistemin Azərbaycan arasında doğru təsirləri böyük olacaq, şimal küləklərin güclənməsindən müşahidə ediləcək və nəticədə Azərbaycan arasında temperaturlar bir xeyli azalacaq, davamlı bir şimal küləklərin əsməsi gözlənilir. Bu da mövsümdən kənar bir sərinləşmə ilə nəticələnəcək. Bu barədə qlobal modellərin ümumi tendensiyası haqqında kanalda yenilənmiş məlumatlar təbii ki, yayınlanacaq. Baxın, burada artıq biz ilkin siqnal görürük, amma bu hələ ilkin siqnaldır, bundan güclü olacaq. Baxın, atmosfer təzyiqi azaldı, siklon sistemi, T-siklon, baxın, burada E hərfi, yəni Lev, Glov, aşağı təzyiq sahəsi. Baxın, burada yenə də Qazaxstanda bir siklon var, Azərbaycanın cənubunda bir siklon var və yuxarıda antiklon var. Deməli, baxın, burada 3 siklon sistemi dəniz səviyyəsində burası daşıyır. Antiklonla birləşərək ciddi bir sistem formalaşacaq. Deməli, iyul ayının sonlarına qədər ən azı 3 dəfə bir dalğalanma gözlənir. Bu dalğalanma da artıq temperaturu bir xeyli aşağı salacaq. Ən çox da Bakıda şimal küləklərinin davamlı tez-tez, yəni hər 2 gündən bir şimal küləklərinin tez əsməsi gözlənir. Bu proseslər haqqında deməli, yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Ümumilikdə bu tendensiya yaxından izlənilir və sistemin gedişi haqqında kanalda təcili olaraq yenilənmiş məlumatlar yayınlanacaq. Yəni, bir daha bildirirəm ki, bu mövsümdən kənar bir prosesdir. Niyə mövsümdən kənar deyirəm? Çünki bu, əslində sentyabr ayında olmalı idi. İyul ayının sonlarında bu baş verir. Deməli, bu nə deməkdir? Hind okeanındakı dipol, Hind okeanının dipolu buna deyilir. Super El Niño, Atlantik siklonların yerdəşdirilməsi, mən bunun haqqında danışmışam və yenə də danışacağım ətraflı. Xəzər dənizi ətrafındakı, Rusiyanın qərbindəki, orta troposferdəki proseslər artıq bu siklonların daha çox Azərbaycana doğru meyllənməsinə səbəb olur və olacaq. Əvvəlki dövrdə bu belə olmurdu. Avropadakı omega bloklanması. Deməli, bütün bu tendensiyalar hamısı artıq Azərbaycan arasındakı hava şəraitinin tez dəyişilməsi deməli, siqnallarını verir və bu proseslər daha tez baş verəcək. Ən çox da artıq bu indiki proseslər 2026-cı ilin oktyabr ayındakı ciddi dəyişiklik göstərir və 2026-cı ilin oktyabr ayında çox ciddi və çox təsir edici bir dəyişikliklər olacaq. Biz bu artıq indidən bu siqnalları alırıq. Deməli, indidən artıq troposfer bizə deyir ki, bunu başa düşmək lazımdır. 2026-cı ilin payız mövsümündə ciddi bir iqlim dəyişikliyi olacaq. Bu siqnalları indidən biz alırıq və artıq bunun üçün hazırlanan görülməsi vacibdir. Bakıda 2026-cı ilin oktyabr ayında yanıtlar çox illik həddən
90-110% çox olacaq. Bu da kifayət də ciddi bir rəqəmdir. Yəni bir fırtınanın qopması ilə Bakıda 12 aylıq normadan daha çox yağışların 2026-cı ilin payızında yağması potensialı var. Hazırda Avropanın İCMW, Avropanın orta mənzilli hava tərəqqatları mərkəzinin superkomputer modelinin troposferin orta qatlarında gözlənilən siklon və ansiklonların ümumi tendensiyası haqqında bizə siqnallar verir. İyul ayının 15-dən başlayaraq 17-si, 18-sinə qədər, baxın burada Qafqaz ərazisində hava şəraitinin yenidən dəyişilməsi üçün münbit sınaqlı şəraitin yaranması gözlənilir. Çünki Xəzər dənizinin şimalında burada ekstratropik tipli mövsümdən kənar bir sərin hava dalğasının formalaşması üçün münbit sınaqlı şəraitin yaranması Avropanın deməli şimal hissəsində antiklonik bloklanma gözlənilir. Bu antiklon sistemidir. Bu antiklonun sağ qolu ilə, baxın bu antiklonun sağ qolu ilə və ekstratropik tipli siklonun sol qolu ilə daşınan sərin hava dalğaları Azərbaycan arasında doğru daxil olacaq. Bu da hazırda qüvvədə olan, yəni iyul ayının 12-si, 13-ü Bakıda gözlənilən sarı xəbərdarlığa uyğun bir şimal küləklərinin iyul ayının 15-i, 16-sı və 17-sində narıncı xəbərdarlığa uyğun olan bir şimal küləklərinin əvəz edilməsi, yəni kifayət qədər şimal küləklərinin güclənməsi potensialı var. İyul ayının 15-i, 16-sı və 17-sində Bakıda şimal küləklərinin ani maksimal sürətinin saniyədə 24 metrdən güclü olması gözlənir. Bu da artıq narıncı xəbərdarlığa uyğun bir küləyin sürətinə uyğun gəlir. Deməli, bu prosesin nəticəsində Bakıda hava şəraitinin iyul ayının 15-i, 16-sı və 17-sində daha da sərinləşməsi Azərbaycanın şimal və qərb rayonlarında leysan, dolu ildırım proseslərinin baş verməsi və bu yanğınlar Böyük Qafqazda, Kiçik Qafqazda, Gəncə Qazaxda, Dağlıq Şirvanında lokal, intensiv və güclü ola bilər. Bu barədə birbaşa peş məlumat antenləri əsasında yeni video kanalı yayınlanacaq. Bakıda da deməli bu sistem ola bilsin ki, Abşeronun cənubundan deməli lokallaşan bir 15-20 km radiusda daşınan bir buludları Bakıya doğru gətirə bilər. Çünki baxın burada antiklon sistemi var Mərkəzi Asiyada. Bu antiklonun sol qolu ilə, baxın bu antiklonun sol qolu ilə daşınan, orta troposferdən daşınan rütubətli hava axınları Xəzər dənizindən rütubəti Abşerona doğru daşıyacaq, şimaldakı sərin hava ilə toqquşacaq və bu da qeyri-sabitliyi artıracaq. Hazırda ansambl modelinə biz baxırıq. Bakı arasında gözlənilən maksimal temperatur iyul ayının 24-25-nə qədər temperaturun müsbət 35 dərəcədən yuxarı qalxması potensialı yoxdur. Hətta temperaturun 30 dərəcəyə qədər enməsi potensialı var. Mən bu barədə danışacağam. Temperatur Bakı arasında iyul ayının, baxın burada yazılıb, iyul ayının 24-25-nə qədər temperaturun müsbət 35 dərəcədən yuxarı qalxması potensialı yoxdur. Hətta iyul ayının 12-sində baxın burada bir dalğalanma var, bir sərinləşmə var. İyul ayının 15-də baxın burada bir dalğalanma var, deməli temperaturda bir azalma gözlənilir. Və iyul ayının 23-də sonra da bir dalğalanma var. Hətta burada bir 18-i, 19-da bir dalğalanma potensialı var. Deməli, bu o deməkdir ki, Bakıda havanın temperaturunun müsbət 35 dərəcədən yuxarı qalxması, 40 dərəcəyə çatması potensialı yoxdur. 35 dərəcədən aşağı temperatur gözlənilir. Hətta şimal küləklərin gücləndiyi vaxtlarda, yəni iyul ayının 12-sində temperatur 30 dərəcə kimi hiss ediləcək, iyul ayının 15-də və 16-sında şimal küləklər güclənəcək ki, bu da Bakıda temperaturun müsbət 28-30 dərəcəyə qədər aşağı edilməsinə səbəb olacaq. Yəni bir sərin hava şəraiti gözlənir. Bu da iyul ayı üçün, yəni 2010-cu illə müqayisədə, hansı ki 46 dərəcə istilik var Bakıda, kifayət qədər 2026-cı ildə sərin bir iyul ayı müşahidə edilir. Avropanın İCMW, Avropanın orta mənzilli hava tərəqqatları mərkəzinin siklon və antiklonların ümumi gedişinə əsasən, baxın burada Avropanın qərbində və mərkəzinə doğru yayılan bir antiklon sistemi gözlənilir. Bu omega bloku adlanan bir fenomendir. Avropanın şərqində, Rusiyanın qərbində bir ekstratropik siklon sisteminin sol qoluna daşınan sərin hava dalğalarının Qafqaza doğru müdaxiləsi olacaq. Bu da Azərbaycanın cənubdakı antisiklonun Hind okeanı tipli, Hind okeanı dipolu tipli antisiklonun mərkəzi hissəsi, baxın budur. Bu sistem antisiklon tam olaraq Azərbaycan arasında doğru daxil ola bilməyəcək. Bu da iyul ayının 2-ci 10 gününün sonu və 3-cü 10 günlüyündə Azərbaycanda bir istilik dalğasına səbəb olmayacaq. Çünki sərin hava dalğaları davamlı olaraq
Rusiyanın qərbindəki ekstratropik sistemin sol qolundan daşınan və antisiklonun, baxın burada omega blokunun, baxın buradakı antisiklonun omega blokunun sağ qolu və ekstratropik siklon sisteminin sol qolunun daşınan sərin hava dalğaları davamlı olaraq Azərbaycan arasında bir sərin hava axınlarını daşıyacaq. Bu da Azərbaycanda temperaturun bir xeyli artmasının qarşısını alacaq. Bakıda iyul ayının qüvvədə olan 12-si və 13-sündəki sarı xəbərlərə uyğun şimal küləklərindən sonra iyul ayının 15-i, 16-sı və 17-sində şimal küləklərinin yenidən güclənməsi, hətta iyul ayının 15-də Bakıda şimal küləklərinin ani maksimal sürətinin saniyədə 20 metrdən 25 metrə qədər güclənməsi gözlənilir. Bu da artıq narıncı xəbərdarlığa uyğun olan bir güclü küləklərin nəticələnəcək. Bu da Bakıda havanın kifayət qədər sərinləşməsinə səbəb olacaq. Və Avropanın İCMWF hava təhlükəsizliyi mərkəzinin bu superkontrol modelinə də baxaq. Bu model 15-20 gün ərzində Avropada gözlənilən atmosfer sirkulyasiyasında və troposferdə gözlənilən siklon və antiklonların ümumi tendensiyası haqqında bizə siqnallar verir. Deməli, bu Avropanın superkomputer modeli baxımından göstərir. Superkomputer modeli də Avropa arasında gözlənilən siklon və antiklonların ümumi gedişi haqqında bu siqnalları verir ki, baxın yenə də Avropanın cənubundan Avropanın qərbinə doğru, mərkəzinə doğru yayılan bir antiklon sistemi var. Bu omega blokudur. Avropanın şərqində, Rusiyanın qərbində iki ayrı bir ekstratropik, hətta üçüncü ekstratropik siklon sistemində aktiv inkişaf gözlənir. Bu da sərin hava axınlarını. Avropanın şimalındakı, baxın burada, Avropanın şimalındakı omega bloku ilə şərqindəki, Rusiyanın qərbində, Avropanın şimalındakı antiklon sisteminin sağ qolunu gətirdiyi sərin hava axınları, Rusiyanın qərbindəki, Avropanın şimalındakı antiklon sisteminin gətirdiyi sərin hava axınları ilə Rusiyanın qərbindəki ekstratropik siklon sisteminin sol qolunu gətirdiyi sərin hava axınları ikisi birləşəcək. Deməli, bu omega bloku adlanan antiklonların şimal yarımkürəsində sol qolu isti hava dalğasını daşıyır, sağ qolu isə sərin havanı daşıyır. Bu antiklonun sağ qolundan daşınan sərin hava və Rusiyanın qərbində Sibir ərazisindəki, Ural dağlarındakı ekstratropik siklon sisteminin gətirdiyi, sol qoluna gətirdiyi sərin hava axınları Azərbaycan temperaturunun çox yüksəlməsinin qarşısını alacaq. Azərbaycan arasında bir qədər iyul ayısı xarakter olmayan mövsümdə kənar bir sərinlik gözlənilir. Və bu tendensiya, ən çox bu tendensiyanın hiss edilməsi iyul ayının deməli 3-cü 10 günün sonlarına doğru hiss ediləcək. Amma iyul ayının 15-də Bakıda şimal küləklərinin güclənməsi nəticəsində narıncı xəbərlərə uyğun bir sərin dalğa gözlənilir. Deməli, istilik cəbhəsi, yəni antiklonun Azərbaycan arasında tam daxil olması potensialı olduqca zəif bir ehtimaldır. Bu barədə modellərin yenilənmiş məlumatın dəlilləri əsasında yeni video kanalda yayınlanacaq. Deməli, bu nə deməkdir? Avropanın, baxın burada gördüyünüz kimi, qərb hissəsində bir istilik günbəzi gözlənilir. Buna antiklon bloklanması, istilik günbəzi, eyni zamanda omega bloku da deyilir. Belə bir fenomendir bu. Avropanın qərbində və mərkəzində temperaturda artacaq. Baxın, Avropanın şərqində bir sərin dalğa gözlənilir. Amerikanın NOAA modelinin CFS modeli var. Deməli, bu model İCMWF modelindən sonra dünyada öz dəqiqliyi ilə tanınan və uzunmüddətli proseslər göstərən bir modeldir. Bu model də kanalda mən əvvəlcədə bildirmişəm ki, Avropanın orta mənzilli hava təqatarı mərkəzi, Kopernik iqlim təqatarı mərkəzi, eyni zamanda bu NOAA-nın CFS modeli. Üçü də eyni siqnallar verir ki, iyul ayının 20-sindən sonra bir sərin dalğa gözlənilir. Bu sərin dalğa bu şəkildə baş verəcək. Avropanın şimal hissəsində, baxın burada, antisiklon sistemi olacaq, omega bloku. Azərbaycan arasında atmosfer təzyiqi azalacaq orta troposferdə və bu sərin hava axınları Azərbaycan arasında temperaturun çox yüksəlməsinin qarşısını alacaq. Avropanın şimalındakı omega blokunun antisiklonun sağ qolu ilə daşınan sərin hava, hansı ki bu antisiklonun sağ qolu sərin havanı gətirir. Antisiklonun sol qolu da Avropa düşdüyü üçün orada istilik dalğası olacaq. Antisiklonun deməli, cənubunda olduğu üçün Azərbaycan və bu ekstratropik siklon sisteminin sol qolundan daşınan sərin hava axınları Azərbaycan arasında bir mövsümdən kənar bir sərinlik yaradacaq. Hətta daha dəqiq göstərmək üçün burada, baxın, 850 millibar temperaturu, yəni 1100-1500 metrdəki havanın temperaturu, hansı ki bu buludların keçdiyi ərazi sayılır. Orada temperatur baxın azalacaq, deməli bir sərin dalğanın təsiri lokal leysanın baş verməsi potensialı var.
iyul ayının 20'sindən sonra bu tendensiya özünü daha çox göstərəcək və bu barədə yenilənmiş məlumatların tələbləri əsasında yeni video kanalda yayınlanacaq. Avropanın Kopernik İqlim Tədqiqatları Mərkəzi, Avropanın ICMW Orta Mənzilli Hava Tədqiqatları Mərkəzinin birgə yaratdığı bir deməli, model var. Bu model temperatur göstəricilərini göstərir və bundan sonraki modellər yanıtı parametrlərini göstərəcək. Temperatur göstəricilərinə əsasən iyul ayının baxın 13-dən 19-una qədər Ukraynada və Rusiyanın qəlbində bir sərin hava axınları gözlənilir. Azərbaycanda nisbətən temperatur artacaq, amma bu artım sayılmır. Çünki iyul ayının 15-də Bakıda narıncı xəbərlərə uyğun bir güclü şimal küləkləri əsəcək. Və bu proses baxaq iyul ayının artıq 19-20'sindən başlayaraq iyul ayının 26'sına qədər. Baxın, burada temperaturlar artıq azalmağa başlayacaq və sərinləşmə tendensiyası müşahidə ediləcək. Avropa arasında temperaturlar kifayət yüksəlir. Deməli, Avropa arasında antisiklon sisteminin omega blokunun aktiv inkişafı baş verəcək ki, bu da Avropanın qərbində, mərkəzində bir istilik dalğası nəticələnəcək. Bu model Alman modelidir və Avropanın ICMW Hava Tədqiqatları Mərkəzinin modelləri ilə müqayisədə deməli, özünə görə bir dəqiq modeldir. Burada hazırda iyul ayının 12'sində gözlənilən bir proses göstərilir. Deməli, Ukrayna arasında Rusiyanın qəlbində bir ekstratropik siklon sistemi var. Azərbaycanın cənubunda bir antiklon bloklanması var, amma bu antiklon tam olaraq Qafqaza daxil olmur ki, deməli, bu da bir qədər çox güclü bir istiliyə səbəb olunur və bu tendensiya yaxın günlərdə davam edəcək. Hətta iyul ayının 15'ində havanın Azərbaycan arasında daha da sərinləşməsi gözlənilir. Çünki bu antisiklon, baxın, antisiklon sistemi kifayət qədər cənubda qalacaq və yuxarıdakı, şimaldakı sərin hava artıq deməli, Azərbaycan arasında havanın sərinləşməsi səbəb olacaq. Amma burada bir proses var. İyul ayının 15'ində Bakıda bir lokallaşan bir 10-15 km radiusda bir şimşək prosesləri gözlənilir. Çünki antisiklonun, baxın, bu şəkildə Xəzər dənizinin cənubunda hərəkət etməsi nəticəsində antisiklonun sol qoludan daşınan deməli, şimşək buludları Abşeron arasında doğru daxil olacaq. Bu da Abşeronda deməli, bir buludlanmaya səbəb ola bilər. Lokal bir 10-15 km radiusda qısa müddətli yağış şimşək prosesine səbəb ola bilər. Amma Azərbaycanın Böyük Qafqaz rayonlarında və Kiçik Qafqazda isə proses lokal güclü leysan və dolu ilə müşahidə edilə bilər. Bu barədə peş məlumatların tələbləri əsasında yeni video kanalda yayınlanacaq. İyul ayının 12'sində Bakıda sarı xəbərdarlığa uyğun bir külək əssə də, ən çox da iyul ayının baxın 15'ində Bakıda şimal küləyinin deməli, sürəti narıncı xəbərdarlığa uyğun şəkildə güclənəcək. İyul ayının 15'ində havanın Bakıda kifayət qədər deməli, sərinləşməsi gözlənilir. Baxın, kifayət qədər bir narıncı xəbərdarlığa uyğun bir şimal küləyinin güclənməsi potensialı var. Bu da iyul ayının 15'ində havanın Bakıda daha da sərinləşməsi nəticələnəcək. Bu barədə yenilənmiş məlumatların tələbləri kanalda yayınlanacaq. Hazırda Avropanın ICMW və Avropanın Orta Mənzilli Hava Tədqiqatları Mərkəzinin model proqramlarının ən son tələblərlə tanış olub. Avropa arasında gözlənilən siklon və antiklonların ümumi tendensiyasının analizlərini əsasən, baxın, burada yenə də Qərbi Avropada güclü antiklonluq bloklanma müşahidə edilir. Azərbaycandan cənubda Cənub Gepoloçu var. Bu da güclü bir antiklon sistemidir. Cənubda və cənub-şərqdə aktiv inkişafdır və bu sistem tam olaraq Qafqaz arasına doğru daxil ola bilmir. Əgər bu sistem tam olaraq daxil olsaydı, baxın, burada antiklonun mərkəzi hissəsi Azərbaycan üzərində olsaydı, Bakıda ekstremal istilik müşahidə edilə bilərdi, amma belə bir ehtimal, belə bir təhlükə yoxdur. Yaxın günlərdə güclü bir istilik dalğasının baş verməsi ehtimalı Bakıda çox zəif bir ehtimaldır. İyul ayının 12'sindən sonra, baxın, burada antisiklonun şimal qolu bir qədər burada Azərbaycan arasında doğru yaxınlaşsa da, şimal hissədəki sərin hava axınları, yəni siklon ki var, burada əsas xüsusilə də ekstratropik siklon sisteminin gətirdiyi sərin hava dalğaları sol tərəfdən burada sərin hava axınlarını gətirir və burada deməli, güclü bir antiklonluq sistemin aktiv inkişafının qarşısını alır. Nəticədə Azərbaycan arasında uzun müddətli bir istilik dalğası ehtimalı zəifdir. Yəni iyul ayının ümumilikdə
15-16-sına qədər bir qədər istilik Azərbaycan arasında hiss ediləcək, istilik dalğası Azərbaycan arasında hiss ediləcək, amma artıq iyul ayının 16-sından başlayaraq baxın buradakı sistem artıq şimaldakı sərin hava dalğaları tədricən Azərbaycan arasında doğru yaxınlaşacaq. Deməli, burada artıq Böyük Qafqaz rayonlarında, Gəncə, Qazaxda və Kiçik Qafqazda artıq nisbətən bir sərin hava şəraiti müşahidə ediləcək və Bakıda da iyul ayının 16-sından sonra şimal küləklərinin sürətinin artması gözlənir ki, bu da istilik dalğasını bir xeyli zəiflədəcək. Bu modeldən sonra isə növbəti model yenə də eyni tendensiyanı, lakin daha uzun müddətli, yəni 15-20 günə yaxın bir tendensiyanı göstərəcək. Bu ikinci modeli ki var, baxın bu model isə Avropanın superkomputer modelidir. Birinci model qısa müddətli proseslər göstərsə, ikinci model, yəni baxın bu model isə Avropanın superkomputer modeli olduğu üçün daha uzun müddətli bir tendensiyanı göstərir. Baxın burada Avropanın orta mənzilli hava təhlükəsizliyi mərkəzinin superkomputer modeli var. O model daha uzun müddətli proseslər göstərir. Baxın bu model uzun müddətli proseslər göstərir və baxın bu Azərbaycan arasında hansı təsirlərə edəcək. Baxın burada yenə də hazırda deməli Şərqi Avropadakı ekstratronik tipli siklon sisteminin qərb qolunun, yəni sol qolunun gətirdiyi sərin hava dalğaları imkan vermir ki, Qafqazda antitsiklon sistemi, cənubdakı antitsiklon Azərbaycan arasında daxil olsun. Bu prosesi xeyli yumuşaldır. Yəni, əgər antitsiklon Azərbaycan arasında tam daxil olsaydı, dözülməz bir istilik müşahidə edilərdi, hətta müsbət 50 dərəcədən artıq bir istilik müşahidə edilərdi. Amma cənubdakı, baxın, burada cənub şərqdəki antitsiklon tam olaraq daxil ola bilmir. Bu sistemin mərkəzi Azərbaycandan uzaqdadır. Şimal qolu bir qədər istəyir ki, daxil olsun, amma bu da şimaldakı ekstratropik siklon sisteminin sol qolu ilə, yəni qərb qolu ilə daşıyan sərin hava bu sistemin bir xeyli zəiflədir. Baxın, artıq iyul ayının 16-sından sonra, baxın, burada yazılı tarix, artıq bu sistem tamamilə zəifləyəcək. Superkomputer modeli bunu göstərir və artıq cənubdakı isti hava dalğasının artıq təsirləri bir xeyli azalacaq. Çünki, baxın, kifayət qədər ciddi bir sərin hava dalğası bu antitsiklonun ölkə arasında daxil olmasının qarşısını alacaq. Amma burada əsas dəyişiklik isə, baxın, burada yenidən iyul ayının 19 və 20-sində bir qədər bir temperaturda artım müşahidə edilsə də, amma yenə də bu uzun müddətli bir istilik yaratmayacaq. Çünki iyul ayının 21-indən artıq başlayaraq 20-sindən sonra, iyul ayının 21-indən sonra, baxın, Avropanın şimal hissəsində, Qərbi Rusiyada növbəti, lakin bu dəfəki sistem daha güclü və daha geniş ərazi daxil edəcək. İyul ayının 22-sindən sonra bu sistem getcə daha da güclənəcək və sərin hava dalğaları artıq, baxın, burada diqqət, ilk dalğa. İyul ayının 23-nə qədər Azərbaycan arasında yay özünü göstərəcək. Yəni, birinci dalğa iyul ayının 16-sına qədər Azərbaycan arasında yay özünü göstərəcək. İyul ayının 16-sından sonra bir qədər şimal şölələri özünü göstərəcək. Burada Bakıda, yəni nisbətən sərin hava yağacaq Azərbaycanın şimal və qərb rayonlarında. Qısa müddətli lokallaşan, yəni 20-25 km radiusa lokallaşan bir leysan dolu ildırım prosesi baş verəcək. İyul ayının 19-20-21-i Azərbaycan arasında hava temperaturu bir qədər artacaq. Amma yenə də iyul ayının, baxın, burada 23-dən başlayaraq ekstratropik siklon sistemini gətirdiyi sərin hava axınları faktiki olaraq Azərbaycan arasında daxil olacaq və Azərbaycanda artıq iyul ayının 23-dən başlayaraq temperaturun, baxın, get-gedə azalması gözlənir. Əməlli başlı artıq burada temperatur azaldı və ciddi bir sərinləşmə gözlənir. Deməli, Azərbaycan arasındakı prosesləri iki yerə bölsək, iyul ayının 16-sına qədər mərkəzi aranda, Bakıda istilik müşahidə ediləcək, amma bu istilik dalğası sayılmır, çünki istilik dalğası üçün Bakıda Ümumdünya Meteoroloji Təşkilatının qaydaları var ki, Bakıda hava temperaturu müsbət 35 dərəcədən yuxarı olarsa və bu 35 dərəcədən yuxarı temperatur 4-5 gün ardıza davam edərsə, buna istilik dalğası deyilir. Hələ ki, belə bir davamlı bir istilik müşahidə edilməyib. İyul ayının 16-sına qədər Bakıda isti hava şəraiti müşahidə ediləcək. Havanın maksimal temperaturu müsbət 35 dərəcə ətrafından fırlanacaq, amma bu rütubətlə birləşdiyi üçün hiss edilən temperatur müsbət 37 dərəcə ola bilər, amma real temperatur müsbət 35 dərəcə olacaq. İyul ayının 16-sından sonra bir sərin hava dalğasının təsirlərlə Bakıda nisbətən bir sərinləşmə olacaq, şimal küləklərinin güclənməsi müşahidə edilə bilər. Bakıda iyul ayının 16-sından başlayaraq 16-sından sonra hətta qısa müddətli lokallaşan bir leysan ildırım buludlarının cəmi 5-10 km radiusda qısa bir balaca bir buludlarının Abşerondan keçməsi və Abşeron qəsəbələrində qısa müddətli lokal yağış gəlməsi, şimşək çaxması, partizyaları, bu da hava şəraitini bir qədər gecə saatlarında sərin edəcək. İyul ayının 19-20-sində antitsiklonun növbəti dalğası, yəni
tam daxil olmayacaq, qismən daxil olacaq və bu da iyul ayının 19 verilməsində Azərbaycan temperatürünün yenidən bir qədər artmasına səbəb olsa da, iyul ayının artıq 23-dən başlayaraq 24-25-də baxın, buradakı ekstratropical diskrimi sərin hava dalğaları artıq kifayət qədər sərin bir kütlədir. Baxın, burada deməli, kifayət qədər sərin bir axındır. Baxın, burada temperatur yazılıb. Yəni 850 millibar yüksəklikdə 1300-1400 metr yüksəklikdə temperatur artıq deməli 12 dərəcəyə qədər azala bilər. Hətta bəzi ərazi 8 dərəcəyə qədər azala bilər. Demək, bu da o deməkdir ki, kifayət qədər sərin bir hava axınları artıq iyul ayının 23-dən 24-ə və 25-də artıq Qafqaza daxil olacaq. Deməli, bu antiklonun artıq gücü özünü göstərməsi iyul ayının 20-sinə qədər olacaq. Ona ayın artıq bu gözləmir, çünki artıq burada sistem, sərin hava axınları bu antiklonu qovdu və Mərkəzi Asiyaya doğru. Baxın, burada Türkmənistana doğru, Özbəkistana doğru daşıdı. Yəni, əsas Azərbaycan arasında Qafqazda bu sərin havanın təsirləri iyul ayının 20-sindən sonra olacaq. Avqust ayında da kifayət qədər sərin bir hava şəraiti gözlənilir. Yəni, sərin dedikdə avqust ayında qar yox, təbii ki, qar yağmayacaq, amma avqust ayının, yəni əvvəlki dövrlərlə müqayisədə avqust ayı isti bir aydır, yağın sonunda isti bir aydır, amma bu illəri 2026-cı ilin avqust ayının kifayət qədər sərin keçməsi gözlənilir. Bu barədə növbəti modellərdə ətrafında danışacağım. Avropanın ICMW və Avropanın Kopernik İqlim Tədqiqatları Mərkəzi ikisi birlikdə burada model təhlillərini göstərir. Deməli, bu modellərə biz baxaraq yaxın həftələrdəki tendensiyanın ümumi gedişi haqqında, yəni ortalama statistika haqqında siqnallar alacaq. Amma buradakı proseslər qısa müddətli modellər və birbaşa peyk məlumatları əsasında yaxından izlənilməlidir. Yəni ümumi olaraq bu proses belə olacaq. Baxın, burada qeyd edilib ki, iyul ayının 13-dən 19-na qədər olan müddət ərzində Azərbaycan arasında bir istilik dalğasına bənzər bir proses gözlənilir, amma bu da tam bir istilik dalğası deyil. Amma yəni yay özünü iyul ayının 13-dən 19-na qədər olan müddət ərzində göstərsə də, baxın, burada Rusiyanın qərbində Ukrayna arasında ciddi bir sərin hava dalğası gözlənilir. Baxın, amma burada artıq iyul ayının 20-sindən 26-sına qədər, hansı ki, ICMW-in supertermometr modeli də iyul ayının 23-dən sonra bir sərin dalğanı götürüb, bu həftəlik anomaliya. Deməli, iyul ayının 20-26-sı arası bir sərin dalğa gözlənilir, amma iyul ayının 22-si 23-dən sonra artıq bu Azərbaycanda əməli də başlı bir havanın sərinləşməsi ilə müşahidə ediləcək. Yağıntı anomaliyasına baxanda biz görürük ki, iyul ayının 13-dən 19-na qədər, baxın, burada Qafqazda, Böyük Qafqazda, Kiçik Qafqazda yağıntılar nisbətən azalacaq. Yəni, bir həftələ bir fazla olacaq. Artıq dağlıq ərazilərdə günəşli saatların sayı artacaq. Amma burada qismən bir Gərəbəy istiqaməti və eyni zamanda Qazaq-Ağstava tərəfdə bir yağıntılarda yenə də artım potensialı var. Çünki oradan bir lokal bir güclü buludların keçməsi ehtimalları var. Amma bu aldadıcıdır. Artıq iyul ayının 20-sindən sonra baxın, 20-26 iyul. İyul ayının 20-sindən sonra baxın, burada dramatik bir dəyişiklik olacaq. Böyük Qafqaz və Kiçik Qafqazda bol bir yağıntı gözlənilir. Hətta burada yağıntı şkalasına biz baxanda görürük ki, baxın, normanın 20-30-40 mm üstündə, yəni normadan çox illik göstəricilərlə müqayisədə 20-30-40 mm və daha artıq bir yağıntı gözlənilir iyul ayının 20-sindən sonra. Baxın, iyul ayının 27-sindən avqust ayının 2-sinə qədər yenə də burada Böyük Qafqazda yenə yağıntılar bol olacaq. Deməli, iyul ayının 20-sinə qədər yay özünü göstərəcək, iyul ayının 22-23-dən sonra isə artıq payıza oxşar bir proses dağlıq ərazilərdə özünü göstərəcək. Avqust ayının 3-dən 9-una qədər baxın, yenə də Qafqazda yağıntılar arta bilər. Yəni, quraqlıq ehtimalı yoxdur, daha çox burada Avropa arasında bir quruma potensialı var. Avqust ayının 10-dan 16-sına qədər baxın, yenə də burada Qafqaz arasında bir yağıntılarda artım var. Deməli, bu da bu proseslər ümumilikdə ona göstərir ki, deməli, iyul ayının bir daha bildirdiyim kimi, baxın burada, iyul ayının 13-dən 19-una qədər və superkonduktör modeli göstərir ki, iyul ayının 20-si 22-sinə qədər burada Qafqazda bir yağıntılarda azalma olacaq. Amma artıq iyul ayının 20-sindən sonra, baxın burada iyul ayının 20-sindən sonra 26-sına qədər isə baxın burada artıq Qafqazda yağıntılar artıq. Deməli, dağlıq ərazilərdə qısa fasilə yaranacaq, iyul ayının 19-20-sinə qədər yağıntılarda qısa müddətli fasilə yaranacaq. Bu dağlıq ərazilərdə yaşayan əhali üçün bir
fasilə olacaq, yaxşı müsbət haldır. Artıq iyulun 20-sindən sonra isə yenidən yağıntılar artmağa başlayacaq. Hətta çoxillik göstəricilərdən, yəni iyulun çoxillik göstəricilərindən bol bir yağıntılı dövrün başlaması gözlənilir. Bu il payız mövsümünün kifayət bol yağıntılı olması siqnallarını artıq biz dəfələrlə almışıq və bu barədə mən dəfələrlə danışmışam. Baxın, yenə də burada göstərilir, ciddi bir yağıntı artımı gözlənilir və bu cənub siklonların təbii ki, Azərbaycan arasında geniş təsirləri olacaq. 2026-cı ilin sentyabr ayından başlayaraq ən çox da oktyabr ayında kifayət ciddi bir leysanlar gözlənilir. Yəni artıq çoxillik göstəricilərdən də daha güclü bir yağıntı prosesləri cənub siklonları ilə Azərbaycan arasında olub daşınacaq. Bu barədə mən daha tərəfli danışacağam. Bakın burada aydın şəkildə göstərir ki, bakın ciddi bir sistem gözlənilir və bol bir yağıntılı sistem gözlənilir. 2026-cı ilin payız mövsümü yağıntılar bol olacaq. Deməli, bu da quru suların artması, suyun bolluğu gözlənilir. Yəni bunun həm müsbət həm də mənfi cəhətləri var. Bu diaqram yenə də ansambl modelidir və Bakı ərazisində iyul ayının 24-nə qədər gözlənilən temperaturu göstərir. Baxın, temperatur müsbət 35 dərəcəni keçməyəcək. Amma hiss edilən temperatur rütubətlə qarşılığı üçün 38 dərəcə hiss ediləbilir. Amma real termometrlər göstərici iyul ayının 23-24-nə qədər baxın 35 dərəcə həddindən yuxarı bir temperaturun müşahidə edilməsi ehtimalları yoxdur. Dəfələrlə bildirmişəm ki, burada əsas qalın xətt sayılır. Nazik xəttlər ansambl modeli olduğu üçün bir sıra qlobal modellərin göstəricilərini göstərir. Amma burada əsas qalın xətt hardan keçirsə, deməli, baxın 35 dərəcə civarında gözlənilir. Yəni Bakıda temperaturun 40 dərəcə yuxarı qalxması potensialı yoxdur. Özdə burada bir dalgalanmalar var. Baxın burada 12-sində bir dalgalanma var. 15-16-sında bir dalgalanma var. Deməli, 19-dan sonra isə yenə də burada bir potensial dəyişiklik ehtimalları var. Deməli, 11 iyuldan 12 iyulda keçən gecə saatlarında Azərbaycanın Kiçik Qafqaz və Böyük Qafqaz rayonlarında lokal bir ildırım, leysan, dolu potensialı var. Bu barədə peş məlumatların tələbləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Eyni zamanda bu proses deməli, iyul ayının artıq 13-sində də baxın, burada Gürcüstan arasında bir ciddi bir sistem gözlənir və bu sistemin bir qolu baxın, Böyük Qafqaz rayonlarına doğru yayıla bilər. Deməli, ciddi bir leysan potensialı var. Balakən Zaqatalada yenidən sel prosesləri baş verə bilər. Peş məlumatların tələbləri əsasında iyulun 13-sində təzyiqli xəbərlərdə kanalda yayınlanacaq. İyul ayının 13-sində baxın, burada Böyük Qafqaz ərazisində deməli, Quba-Qusanın dağ kəndlərində leysan, dolu ildırım potensialı var, amma bu Xaçmaz, Şaban ərazilərində doğru yayılmayacaq. Quba-Qusanın dağ kəndlərində olacaq. İyul ayının 15-i, baxın, burada yenə də Bakı ərazisində küləyin sürətində artım gözlənir, şimal küləkləri özünü göstərəcək. İyul ayının 15-ində hava şəraiti nisbətən sərtləşməyə doğru gələcək. Amma burada temperatur Bakıda azalsa da mərkəzi aranda istilik davam edəcək. Bakı üçün, yəni bir şimal küləklərinin təsirlə iyul ayının 15-də sərin hava şəraiti gözlənilir. İyul ayının sonraki günlərdə baş verəcək. İyul ayının 16-sında da güclü bir istilik potensialı deməli zəifdir. İyul ayının 16-sından 17-sindən keçən gecə, baxın yenə də Bakıda iyul ayının 17-sində də bir şimal küləklərinin güclənməsi gözlənir. Bu da yenə də Bakı arasında bir qismən bir sərinlik yaradacaq. Ümumi tendensiyanın qısa müddətli prosesləri nəzərə alınaraq deməli, birbaşa peş məlumatların təhlilləri əsasında yeni video kanalda yayınlanacaq. İyul ayının baxın, yenə də 19-unda da burada bir şimal küləklərinin bir əsməsi burada Bakıda yenə də sərin bir hava şəraiti yaradacaq. Deməli, Bakı ərazisində davamlı bir istilik gözlənilir. İyul ayının 16-sında, iyul ayının 16-sı axşam 17-sində, 18-ci axşam 19-unda, eyni zamanda iyul ayının 12-sində bir qədər sərin hava gözlənir, istilik dərəcəsi zəifləyəcək. Ən çox da iyul ayının 20-sindən sonra yağıntılar artıq Böyük Qafqaz arasında artmağa başlayacaq. İyul ayının 22-23-dən sonra Böyük Qafqazda hətta bir leysan dolu potensialı daha da artacaq. Bu barədə birbaşa peş məlumatların tələbləri əsasında yeni videolar kanalda yayınlanacaq. Eyni zamanda deməli burada qlobal modellər yağıntı proseslərinin daha çox Böyük Qafqazda və Kiçik Qafqazda artması siqnallarını göstərir.
Ola bilsin ki bu sistem Böyük Qafqazdan mərkəzi Aran rayonlarına doğru da yayılsın. Hətta bu sistemin qararları Bakıdan da keçə bilər. Bu lokal bir prosesdir olacaq. Yəni 15-20 km radiusda bir yanğın artması potensialı var. Bu barədə yeni məlumatlar əsasında birbaşa pej məlumatlarını təhlilləri, qısa metrajlı videolarla, short videolarla və qlobal modellərin təhlilləri əsasında uzun metrajlı videolar kanalında yayınlanacaq. Hazırda beynəlxalq modellərdən biri olan NOAA-nın CFS modeli iyul ayının sonlarına doğru Qərbi Rusiya ərazisində və Sibir regionunda yay ayları üçün xarakterik olmayan bir ciddi bir güclü bir sistemin formalaşması siqnallarını göstərir. Deməli, Qərbi Sibir ərazisində, Rusiyanın qərbində, Xəzər dənizinin şimalında, Ural dağları ərazisində, Qazaxıstan ərazisinə doğru yayılan bir geniş əraziləri əldə etməsi gözlənən bir mövsüm üçün xarakterik olmayan güclü bir ekstratropik tipli siklon sisteminin aktiv inkişafı gözləmir. Bu prosesin haqqında indidən bunun üçün danışıram. Çünki iyul ayının sonları üçün xarakterik olmayan bir prosesdir. Bu proses daha çox payız dövründə, ilin artıq soyuq dövründə bu tip sistemlər formalaşır. Amma iyul ayının sonları üçün belə bir güclü olan bir sistemin və eyni zamanda bu qədər geniş bir əraziyə yayılması gözlənilən bir sistemin formalaşması isə artıq iqlim dəyişikliyinin kifayət güclü olması siqnallarının daha da artdığı xəbərlərini verir. İyul ayının 28 və 29-da bu sistem artıq Xəzər dənizinin baxın şimal hissəsində, deməli Şimali Qafqaz, Azərbaycandan şimalda, Xəzər dənizinin şimalında, Rusiyanın qərbi, Qazaxıstanın şimalı, eyni zamanda Ural dağları ərazisində və Sibir ərazisinin qərbindən geniş əraziyə doğru yayılması gözlənir. Bu prosesin deməli orta troposferdə, bu prosesin təsiri nəticəsində orta troposferdə atmosfer təzyiqinin çox ciddi şəkildə azalması gözlənir. Bu da çox ciddi bir hava kütləsindən xəbər verir. Yəni bu proses real zaman ərzində baş verərsə iyul ayının sonlarında, iyul ayının 27-si, 28-si, 29-unda güclü bir soyuma prosesləri baş verəcək. Amma bu güclü soyuma ilə bərabər deməli, bu sistemin sağ qolu ilə isti havanın daşınması, sistemin sol qolu ilə, yəni qərb qolu ilə isə soyuq havanın daşınması və burada çox mürəkkəb bir sistemin formalaşması potensialı var. Bir daha bildirirəm ki, bu proses real zaman ərzində iyul ayının sonlarında əgər deməli, baş verərsə, bu çox ciddi bir dəyişikliklə nəticələnəcək. Azərbaycanda da güclü, leysan, dolu, hətta dağlıq ərazilərdə qar yağması potensialı var. Eyni zamanda bu sistemin Bakıda güclü küləklərlə müşahidə edilməsi, yəni iyul ayının sonları üçün xarakterik olmayan bir payız bir mənzərəsi gözlənilir. Əgər bu sistem baş verəcək. Demək, bu sistemin siqnallarında əgər NOAA-nın CFS, QFS yox, NOAA-nın CFS adlanan bir modeli var. Bu model deməli, beynəlxalq arenada tanınan bir modeldir və QFS modeli ilə fərqlənir. CFS modeli daha dəqiqdir, ICMWF modelinə yaxın bir modeldir. Bunun üçün də deməli, bu məlumata əsasən mən bu videonu çəkdim, amma ICMWF hava teleqrafının mərkəzi də artıq iyul ayının sonlarına doğru bir dəyişiklik siqnallarını göstərir. Deməli, bu sistemin baş verməsi potensialı olduqca yüksək bir risk olaraq qiymətləndirilir. Baxın, kifayət qədər ciddi bir sistemdir. Geniş ərazilərə əldə edilen bir sistemdir və bu proses əsasən iyul ayının sonları üçün xarakterik olmayan bir sistemdir. Yəni belə bir prosesin iyul ayının sonlarında baş verməsi əslində deməli, gözlənilən deyil. Yəni payız dövründə gözlənilən belə bir sistemlər, amma bu qədər tez bir zamanda prosesin baş verməsi çox ciddi bir iqlim dəyişikliyindən xəbər verir. Artıq super El-Nino'nun, yəni tarixdə çox nadir hallarda müşahidə edilən bir El-Nino prosesləri var Sakit Okeanda. Onun təsirləri ilə bu tip proseslərin 2026-cı ilin payız dövründə, ən çox da 2026-nın oktyabr dövründə çox tez-tez baş verməsi, artıq bu prosesin ilkin siqnalları iyul ayının sonlarında müşahidə ediləcək. Mən kanalda əvvəlcə bildirmişəm ki, keçmiş videolarda bir neçə gün öncə bildirmişəm ki, iyul ayının sonlarında payızın ilk dalğası gözlənilir. Yəni iyul ayının sonlarında elə bir hava dəyişikliyi baş verə bilər ki, bu payız dövrünün artıq ilk siqnalları, ilk xəbərdar edici bir prosesi gözlənir. Bu sistem bir daha bildirilən çox ciddi bir sistemdir. İyul ayının 27-si, 28-si, 29-u, 30-u və 31-ində aktiv olacaq. Demək, bu sistemin
Qərbi Rusiya, Xəzərin şimalı, Şimali Qafqaz, Qazaxıstanın şimal və şimal-qərbi, Sibir arasında doğru yayılması və Azərbaycanda da çox ciddi bir hava dəyişikliyinə səbəb olması gözlənilir. Çünki güclü bir sistem olacaq. İsti hava ilə, soyuq hava ilə, rütubətli havanın qarşılaması nəticəsində Azərbaycanda, Qafqazın cənubunda da cəbhə sistemləri gözlənir. Yəni güclü leysan, güclü dolu, güclü küləklər, bu tip proseslərin təsərrüfatlarının artması potensialı var. Bu barədə yenilənmiş modellərin tələbləri əsasında deməli bu hazırda bu model NOAA CFH modelidir, amma İCMWF Avropanın orta mənzilli hava qatarı mərkəzinin modellərinin yenilənmiş tələbləri əsasında bu proses haqqında yeni video yayınlanacaq. Çünki bu sistem çox ciddi bir sistemə oxşuyur.